Salam, mən bugün sizlərə Faberlik şirkətində komanda qurmağın bir neçə yolunu izah edəcəm. Birinci yol günəş metodudur. Günəşin mərkəzi siz, şaxələri isə yeni məsləhətçilərdir. Yeni məsləhətçilərin hər birini öz adınıza qeydiyyat edirsiniz. İkinci yol 1+1 metodudur. Bu metodda yeni məsləhətçiləri öz adınıza deyil, digər məsləhətçilərin adına qeydiyyat edirsiniz. 1+1 metoduna misal göstərək. Burada qeyd olunan hərflər şərti məsləhətçi adlarıdır. Mən X məsləhətçisini öz adıma qeydiyyat edirəm. X məsləhətçisi Y məsləhətçisini öz adına qeydiyyat edir. Yeni gələn Z məsləhətçisi isə Y məsləhətçisinə qeydiyyat olunur. Yəni qeydiyyatlar bir qol üzrə xətti şəkildə davam edir. Bir plus bir metodundakı məntiq bir qolu 12%-ə çatdırmadan digər qola keçməməkdir. 12%-ə çatdırdıqdan sonra biz 1, 2, 3, hətta 4-cü qolu belə yarada bilərik. Bəs niyə 12%? Çünki 12% 1000 baldır. Belə bir izah verək. Burada gördüyünüz 3 qol hər biri 12%, yəni 1000 bal edərsə, yeni gələn məsləhətçi, yəni siz direktor olursunuz. Bu 3 qolun hər biri 23%, yeni yaranan 4-cü qol isə 1000 bal edərsə, siz qızıl direktor olursunuz. Qızıl direktor olduqdan sonra aşağıdakı qollardan 5%-ni alırsınız. Bəs hansı metodda daha çox maaş alırıq? Günəş metodunda hər bir məsləhətçini öz adınıza qeydiyyat etdiyiniz üçün siz daha çox maaş alırsınız. 1+1 metodunda xatırlayırsınızsa, hər yeni gələn məsləhətçi digərinin adına yazıldığı üçün maaş bölünür və az olur. Günəş metodunda maaş çox olsa da stabillik azdır. Yəni yeni gələn məsləhətçilər hər birini öz adınıza yazdırdığınız üçün onlar nəticə görmədiklərinə görə yorulub gedirlər. 1+1 metodu isə daimidir. Məsləhətçilər komanda şəklində işlədikləri üçün həvəslənib işlərinə davam edirlər. Üçüncü yol üzüm salxımı metodudur. Bu yolda mən və digər bir partnyor şəklində çalışırıq. 2 qol şəklində işimizi davam etdiririk. Yəni, mənimlə çalışan X şəxsi yeni gələn Y məsləhətçisini bir qola, mən isə Z məsləhətçisini ikinci qola yazmış oluram və beləliklə bizim işimiz 2 qol şəklində irəliləyir. Və bu qolların hər biri 12% olmadan yeni qol açılmır. Üzüm salxım metodundakı şərtlər bunlardır. Birlikdə işlədiyimiz hər bir məsləhətçi 50 bal etməli, yeni qeydiyyatları davam etdirməlidir. Təlimlərə qoşularaq yenilikləri öyrənib tətbiq edərək komandanın digər yeni gələn üzvlərinə öyrətməlidir. Yəni, bu bir komanda işidir. Əziz xanımlar, mən bugün sizlərə komanda qurmaq üçün bəzi metodları göstərdim. Bunlardan birini seçərək siz də və birlikdə biznes quraraq öz gəlirinizi əldə edə bilərsiniz.